verilişin əvvəlində nə ilə bağlı danışacağımızı dedim və digər bir qonağımız var, əziz dostlar. Tovuz rayonundan gəlibdir, Məmməd Tağıyev. Onu da qeyd edim ki, oğlu Anar Tağıyevlə bağlı onun vəkilinin bir açıqlaması var. Deyir ki, Anar Tağıyeva elan olunmuş ittiham məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Görək, hadisələr harada cərəyan edib, harada baş verib, nəyin üstündə Anar Tağıyevin valideyni nədən şikayətçidir, kimə müraciət etmək istəyir, daha doğrusu kimə müraciət etmək bəllidir, ölkə rəhbəri cənab prezidentə müraciət etmək istəyir, məhkəmə hüquq şurasına müraciət etmək istəyir və digər şəxslərə müraciət etmək istəyir. Hər ikiniz xoş gəlmişsiniz studiyamıza. Əvvəlcə icazə verək, əziz dostlar, Subut müəllim Mehdiyev mövzu haqqında araşdırma aparıbdır, mövzu haqqında məlumat versin və sonra sözü Məmməd müəllim Tağıyevə verəcək, fikirlərini izah etsin. Buyurun Subut müəllim. Salam, hər vaxtınız xeyir olsun, dəyərli dostlar, dəyərli izləyicilər. Mən elə buradan elan eləmək istəyirəm. Biz bilirsiniz ki, həftənin müəyyən günləri xüsusilə bu məhkəmə predmeti ilə bağlı və yaxud da ki, istintaq materialları ilə bağlı bizim İnsan Hüquqları Müdafiəsi Mərkəzinə daxil olan ərizə və şikayətlər, müraciətlərin araşdırılması, təhlili və bu istiqamətdə aparılan işlərlə bağlı biz dəfələrlə buradan elanlar eləmişik. Bu baxımdan da yenə də bizim İnsan Hüquqları Müdafiəsi Mərkəzinə Tovuz rayonunda, Tovuz şəhərində daha doğrusu, orada da yenə bir haqsızlıqla üzləşən bir vətəndaşın müraciəti ilə bağlı biz bugün sizlə danışacağıq, təhlil edəcəyik. Sonradan onların mülklərinin yandırılması və orada baş verən cinayət hadisəsində demək günahkarların əsas günahkarın kənarda qalması, günahsız olan adamların isə demək məsuliyyətə cəlb olunması kimi belə bir iddia var. Mən indi demək Tovuz şəhərində uzun illər müəyyən bir çox vəzifələrdə işləmiş, rayonun ağsaqqallarından sayılan, əlbəttə ki, demək hal-hazırda da zərər çəkən insan kimi onu sizə təqdim edəcəm. Elə onun öz dilindən və söhbətin gedişi ərəfəsində də bizi maraqlandıran bəzi suallar olacaq. Onların mülkləri niyə yandırılıb, hansı formada, neçənci ildə, neçənci, hansı tarixdə və bu işə niyə baxılmır, kimlərlə görüşüb, baş prokurorun rəhbərlikdə kimlərlə görüşülüb, kimlər söz verib, neçə dəfə bu məsələ ilə bağlı cinayət işləri qaldırılıb və son nəticə hələ ki ortada yoxdur. Bu barədə suallar verəcəyik. Mən elə istəyərdim ki, birbaşa demək Məmməd müəllimin özü Tovuz rayonun ağsaqqallarından sayılan və zərər çəkmiş qismində olan insanın özü ilə danışaq, görək adamın, vətəndaşın, ağsaqqalın başına nə iş gəlib, indi vəziyyət nə yerdədir. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, çox sağ olun. Minnətdaram sizə. Mən bildirmək istəyirəm ki, hadisə 2022-ci il iyul ayının 11-də Tovuz rayonunda Komfort çay evinin qarşısında baş verib. Adi 5-6 nəfərin arasında gedən söz-söhbət, işkiliz vəziyyətdə, söyüşmə və onu araşdırmaq üçün gedən mübahisədə dava düşüb və o söyüş söyən şəxs dəvət edib, mənim oğlum da olmaqla o bir uşaqları çağırıb Komfort çay evinin qabağına ki, gəlin buraya. Pis söyüşlərlə çağırıb, onlar məcbur gediblər. Yəni, gedəsi döylərmiş, amma elə bir söyüşlər söyüb ki, bunlar məcburiyyətlə nə qədər olmasa Azərbaycanlı kişisidirlər. O söyüşü qəbul eləməyiblər, gediblər ki, görə niyə söyür. Oraya gedəndə açıq şəkildə onun video görüntüsü də var hal-hazırda. Video görüntüdə də açıq görükür ki, o əlində bıçaq bunları yol kənarında gözləyir, tək. Oğlum gəlir maşını saxlayır, yandakı o yoldaşlar maşından düşməyə qoymur, o açıq görükür, tək düşür maşından. Onlar oturur maşında. Bu maşından düşüb gələndə, o bıçaqlının üstə gələndə sol əlindən buna əlini belə, yəni ki, özünü müdafiə, amma
ehtiyat üçün cibindəki balaca bıçağı çıxardır, ağzını açmadan. Bütün sənədlərdə də yazılıb ki, bıçağın ağzı açılmayıb. İstintaq materialları var hamısında, istintaq materiallarının hamısında var ki, bıçağın ağzı açılmayıb. Bıçaq əlində, yəni müdafiə məqsədi, amma açmayıb. Bu əlindən bir dəfə belə eləyib ki, aralan da o bıçaqdan gəlir. İkinci dəfə eləyəndə buradan vurub, veniyanı kəsib. Mənim oğlum aralananda bunun çığırtısına maşındakılar düşüb. Vüsal Əhmədov birinci qabaqda oturduğuna görə o birinci düşüb. Qaça-qaça gəlib, görükür kamera görünüsündə. Arxasından keçir həmən o şəxsə tərəf. Vüsal Əhmədovu da o bıçaqla yaralayıb. Özü də iki yerindən, bir çiynindən, bir qoluna. Artıq özünü müdafiə üçün Vüsal Əhmədov da görükür ki, ona bıçaq zərbəsini qaranlıqdır, gecə saat 10-dur. O təsadüfən ürəyə dəyib, nə tədəb bilmirəm, bir cəmsi bir bıçaq zərbəsi olub. İstintaq materiallarında da görükür. O və istintaqın gedişində Vüsal Əhmədov vurduğunu da boynuna alıb ki, mən vurmuşum. Amma buna baxmayaraq, orada olan adamların birinin adı Məhər Dişi Quran, telefonla danışıb, Kənanla danışıb bu işi təşkil edib, qurub, o səviyyə davaya gətirib çatdıran Məhərdən Kənan qalıb qıraqda. Hətta bir nəfərdə Rasim var, hansı ki o Kənan, o Rasimi güya ki, bu dava düşməsin deyən oraya aparıb ki, güya o Nizami Vəliyevin dostudur, qoymayacaq dava düşməyə. O da orada 3 nəfər qalıb qıraqda. Nizami Vəliyev kim? Nizami Vəliyev rəhmətə gedir. Vurulan, bıçaqla vurulur. Nizami Vəliyevin güya dostudur, aparıblar ki, dava düşməyə qoymayacaq, bununla yaxındır. Əksinə heç o yaxın getməyib oraya. Nizami Vəliyev düşən ki, mənim oğlum vurandan sonra Vüsal Əhmədov da onu vurub. O da hələ yaralı bunların da. Mənim oğlumu kamera görüntüsündə var. Öldürmək üçün, sırf öldürmək üçün yaralı 2 dəfə belə hərləyir maşın, Niva maşınının ətrafından, yolun kənarından belə ki, öldürsün. Sadəcə olaraq qan axmadan yıxılır, ölür. Bundan sonra istintaq dövründə o prosesdə ilkin mərhələdə o 3 nəfər aradan çıxartdılar. Vüsal Əhmədovdan mənim oğlumu saxladılar. Mənim oğluma Cinayət Məcəlləsinin 221-nin 3-cü maddəsindən iş qaldırdılar, Vüsal Əhmədova 120-nin birindən. İstintaq da belə gedirdi ki, güya mənim oğlum xuliqanlıq eləyib, nə bilim, nə eləyib. Sonra bu işə artıq Tovuz rayon mərkəzi bazarının Bazarkomu, Nəsimi adına bazarın Bazarkomu Nəsimi Bağırov əlini qoyandan sonra və açıq şəkildə bazarda hamının içində mənim kiçik qardaşım orada çağırıb, çox nalayiq söyüşlər söyüb ona qarşı, çox nalayiq söyüşlər söyüb, təhdid edib, qorxudub və deyib ki, sizin dizinizi, sənin qardaşın Muhammedin dizini, yəni mənim dizini yerə gətirəyəm, nə lazım deyəcəm, ümumiyyətlə də nə lazım deyilədi. Sizin əvvəldən nəsə bir hüsumətiniz, düşmənçiliyiniz, ancaq bu məsələdə bu tərəf kimi çıxış elədi. Bu da bəli, tərəf kimi çıxış elədi, artıq bir mənalı şəkildə düşmən mövqe tutdular, düşmən mövqe. Bazarın müdürü. Bazarın müdürü, açıq şəkildə düşmən mövqe. Nəsimi kimdir? Tağıyev. Dəfələrdən, bəli, biz dəfələrdən, açıq sizə deyim, biz dəfələrdən daha o kim qalmadı onlara xahişə minnətə getməsin ki, bu işi barışıq yolundan, sülh yolundan həll eləyir. And olsun Allah'a hər şeyə getdik. Baxmayaraq ki, mənim oğlum orada günahı yox idi. O hətta o qanunda belə bir şey var da, yəqin ki, indi mən hüquqşünas olmasam da belə şeylər bilirəm. Əslində mənim oğlum birinci zərər çəkmiş idi. Və o öldüyünə görə bu iş burada ona aid olan iddia bağlanmalıydı. Bunun hüquq deyil, mən demirəm. Yəni, birinci bıçaq zərbəsi alan mənim oğlum olubdur. Əgər özü maşına oturub, xəstəxanaya gəlib, tikdirməsə yaranı, o da ondan qabaq o öləsi idi. Bir saat imkan vermədilər, polis şöbəsi bir saat imkan vermədi. Sarıdılar, uşağı götürdülər, apardılar. Bir adama imkan vermədilər oraya yaxın getməyə. Belə bu boyda Allahsızlıq olmazaq. Məhəmməd, mən bir dənə sual verim sizə. Bu, belə bir məlumat da bizə daxil olub ki, demək, bu rəhmətə gedən, Allah rəhmət eləsin, bunun haqqında cinayət işi də var imiş. O, valla, indi bana düşməyən bir şeydir, amma deyim. O, bundan qabaq, bu hadisədən çox qabaq, bir nəfərdən də həmən söyüşün üstündə davaları olub, onu yaralamışdılar bıçaqdan.
O da türmədə yatır o adam. 9 il, 6 il iş alır. Bu bir iş. Eyni vəziyyət. Həmən adam, ölən həmən Nizami Vəliyev eyni səviyyədə söyüşün üstündə bir dəfə bıçaqlanıb, yaralanıb və ona görə bir nəfər tutublar, bir gün türmədə yatır. Bu bir. İkinci hadisəsi bizdə İbrahim Acılı kəndində oğurluq işi olub, orada iştirak eləyib. İyul ayının 14-də onun məhkəməsi olasıymış, o oğurluğa gedənlərdən bir yerdə. Prosto bu hadisə qabağa düşdü, həmən Nizami Vəliyev. Oğurlardan bir yerdə İbrahim Acılıya baskın eləyiblər evə. Bu işlərlə məşğul. Orada ölüm hadisəsi olub. Orada da ölüm hadisəsi olub, ev yiyəsini öldürüblər. Tutmuş, bu öldü, belə qaldı, o birlərini tutdular, onlar da Gəncədə türmədə öldülər. Yəni bu məsələ... Onlar da öldülər. Bəli, onlar da türmədə öldülər. Bu hadisə olmasa, o da onlarla bərabər yəqin ki, məhkəməyə çıxıb, məhkəmədə cəzasını alası idi. Gəldi, bu bizim uşaqların başında çatladı bu şeylərin hamısı. Bunu Toz rayonunda bilir, onun atası da bilir onu, hamısı. Biz barışı axtardığımız yerdə, biz gündə xahiş minnətə getdiyimiz yerdə az qalırdılar bizi parçalasınlar. Belə inandırım sizi, imkanları olsa bizi öldürərdilər. Ondan sonra avqust ayının 7-sində oğluma məxsus balaca bir çayxana kafesi var idi. 7-sində külə göndərdilər. Bu Alıbəyli demək Alıbəyli kəndə ərazisində həmin 70 kvadrat sahəsi olan çayxananı həmin onlar qəsdən, onu fövqəladə Allah bir dəqiqə üstünə burada bir dənə məqam var, mən sizə deyim. Demək, qeyd olunur ki, burada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən verilmiş 08.08.2022-ci il tarixli filan nömrəli məktubu ilə 07.08 tarixli Abulbəyli kəndində yerləşən Tağıyev Anar Məmmədoğlu'na məxsus çayxanada yanğın qəsdən törədildiyi bildirilmişdir. Bəli. Və o həmin məktubda göstərilmişdir ki, bunun tərkibində Cinayət Məcəlləsinin 186-cı maddənin ikinci hissəsi var. Və göndərilmişdir Baş Prokurorluğa, Baş Prokurorluqdan Tovuz rayon prokurorluğuna, oradan da Tovuz rayon polis şöbəsinə. Buna baxmayaraq, demək olar ki, bir il cinayət iş açılmadı. Bir il cinayət iş açılmadı həmin haqq hesaba. Mən gəlib Baş Prokurorluqda görüş keçirəndən sonra, o qəbul otağında, həmən günü prokuraturaya nə göstəriş verildisə, həmən gün 23-cü il noyabr ayının 24-də 186-cı maddənin ikinci hissəsindən 2-nin 2 ilə daha doğrusu cinayət iş açıldı, polis şöbəsinə göstəriş verildi. Bir qısa müddət istintaq getdi, istintaqı sonra 53-cü maddəni oraya müdaxilə elədilər, qoydular, dayandırdılar ki, maddi subut yoxdur, nə bilim, kaset yoxdur, görüntü yoxdur, belə şeylərdən istintaqı dayandırdılar. Aradan bir il keçəndən sonra, mən təzdən şikayət eləyəndən sonra baş prokurorluğa, ikinci dəfə göstəriş veriləndən sonra ikinci dəfə cinayət işi bir də bərpa olundu. Və ikinci dəfə də dayandırıldı. Amma indi bir 3 ay bundan qabaq bir cavan oğlanı 2001-ci il təvəllüddür. Bakı şəhərindən tutdular, apardılar, Tovuz rayon sakinidir. Güya ki, oranı yandıran odur. Ona gətirdilər. Siz orada sual vermişsiniz ona. Bizə də bildim, gətirdilər həmən kafe yanan yerin ərazisində. Kafe yanan yerdə durmuşuq. Ona müstəntiqlər arası bir sual verir. Dedim, olar bir sual da mən verim bu uşağa, dedilər ver. Dedim, birinci sən mənim oğlumu tanıyırdın, dedi yox. Məni tanıyırsan, dedi yox. Mənim ailəmi tanıyırsan, dedi yox. Dedim, yaxşı, biz niyə görə kafe yandı? Nə bilirdin ki, bu kafe kimindir? Dedim, mənə dedilər. Özü deyir, mənə dedilər. Yaxşı. Və niyə yandırdım? Deyir, mən ölənlə ona simpatiyam var idi. Yəni, o korkunç içində oldu, yəqin ki də. Simpatiyam vardı, nəyim vardı, ona görə yandırmışım. Dedim, yaxşı. O kafe harada yerləşirdi? Yandırdan kafe. Durmuşuq orada. Kafe harada yerləşirdi? Suala cavab verə bilmədi. O adam deyəmədi ki, bax, bu durduğum yerdə kafe buradaydı, burada kafeni yandırdım. İndi mən hamıya sual verirəm. Bunu buradan götürmüşəmsə, onun yerini bilməliyəm, yandırmışamsa yerini bilməliyəm. Deməli, nə çıxır ortaya? O pəstaha tökənlər var, Bazarkomdur, sonra orada bir başqası var, Şadlıq Sarayı işlədir. Odur, bilir, prokuraturada da, polisdə də bilirlər, demişəm adlarını. Şadlıq Sarayı işlədən kimdir? Şadlıq Sarayı işlədən də onun sinif yoldaşıdır. Onun da həmən kafenin üstə kafesi var idi, ölənin, Nizami Vəliyevin.
Bunlar pəs daha tökürlər, müstəntiqdən də qardaşdır. İşə aparan müstəntiqdən də qardaşdır. Yasin dadı. Açıq deyirəm, Yasindir. Müstəntiqdən də, Natiq Əmirovdan da qardaşdır, bir ölü kimi bir yerdə oturub dururlar. Sonra bunlar hamısı həmən onlar birləşdilər və 221-ci maddənin üstə gətirdilər adam öldürmək maddəli. Nə dəri? Elə bil mənim oğlum bir vurulan bıçağın arxasından tutub gedib onunla bərabər vurmuşdu. Adını qoydu, Ali Məhkəmənin plenum qərarını oraya gətirib çıxardıblar. Bizə terrorist sözündən sabah hər şey yazıblar. Güya mənim oğlum terrorist imiş, vətən xain imiş, mənim oğlum ali savadda olan idi. Mənim oğlum işinlə, gücünlə, cavan idi, yeyirdi, içirdi. O ancaq özünə hörmət qazanmışdı. Pis mənada heç bir şey eləməmişdi. Onun ən böyük səhvi o qurğunun içinə yeyib düşmək idi. Çoxdandır həmin dəstə üzvləri ilə birgə idi. Onlardan birgə döydü. O tamamilə onunla oturub durmuyor. Yox, deyirsə o qurğa düşdü, ona görə... O gündən gedir də, söhbət gedib Nizami Vəliyevin. O da həmən Əhmədov Vüsal, təsadüfü yox, Əhmədov Vüsalı tanıyıb, bunlar orta məktəb, bir məktəbdə oxurlar. Neçə təvəllüdü olar? Mənim oğlum 87-ci ildir, 1987-ci ildir. Özdə Leningrad doğumludur, Leningradda olubdur, burada olmayıb. Mən demişəm də, mən Rusiyada oxumuşam. Ulu Öndər, Allah rəhmət eləsin, Heydər Əliyevin səbəbini oxumuş, əskəriyimi də Heydər Əliyevin səbəbini çəkmişəm. Gedib Stroybadda yox, tankist olmuş. Ulu Öndərin səbəbinə gedib Leningradda əyanı oxumuşam. Bizə hər şey əlini belə qoydururlar ki, sizin Heydər Əliyev kimi rəhbəriniz var. Məhəmməd müəllim, bu jurnalist belə biraz yaxşı düşünmür, deyirlər, sir saxlamır. Amma sir yox, burada maraqlı məqam olduğuna görə. Sizlə mənim bir maraqlı söhbətim oldu. Siz Ulu Öndəri bir də Moskvada ziyarət eləmişsiniz. Ziyarət eləmişəm, amma az qaldılar tutsunlar məni. Nə vaxt? 91-ci ildə. Yerindir deyim, inanmazlar, bəlkə deyərlər ki, Məhəmməd müəllim yalan danışır. Stari Arbatda düz qapısının ağzına kimi getmişəm, blokun ağzına kimi. Siz onda kimdən getmişsiniz? Universitetin professoru vardı Azərbaycanlı. Mən qızımla gedəndə... Yəni qızınıza görə də... Qızıma görə mənə dəymədilər, yoxsa məni tutub aparırdılar. Yanaşmır, mən başqaları kimi gedib vəzifə üçün, nə üçünsə, birinci dəfə sual verdiniz, cavab verin. Fakt, olmuş bir şeydir. Star Arbatda, elə belə demirəm bunu. Heç kim bilmirdi ki, arada yaşayır. Mən bilirdim. Demək, Məhəmməd müəllim, bu məsələlərdə siz hətta Bakıda da baş prokurorluqda qəbulda Bəli, mən Tovuzda qəbulda Cənab Vilayət Eyvazovun qəbulunda olmuşam. Yanğın məsələsindən əlaqədar. Yanğından danışıram. Bəli, yanğın məsələsindən Vilayət Eyvazovdan orada qəbul günü qəbulunda oldum. Orada sonra göstəriş verdilər, bir nəfər, mənim xəbərim olmadı. Bizə deməmişlər, gəldilər, getdilər, nə vardılar. O işin axırı nə oldu bəs? Heç bir şey olmadı. Sonra nəticə yoxdur. Nəticə yoxdur. Sonra Kamran Əliyev Gədəbəydə qəbula gələndə, mən Gədəbəydə cənab Kamran Əliyevlə görüşdüm. Orada flash kart da verdim, həmən hadisənin. O çəkilişlə bağlı. Çəkilişlə bağlı flash kartı şəxsən Kamran Əliyevə, o yazan oğlan dedi, ona verdim. Büyünə kimi də heç bir nəticəsi yoxdur. Siz rayonun prokuroru ilə də görüşmüşsünüz? Rayonun prokuroru ilə də görüşmüşəm. Onlar da münasibətim, yəni rayondur, münasibətimiz var, salamımız var ki, mən həmişə kömək istəmişəm onlardan. Açıq ki, mən xahiş edirəm. Xahiş edirəm, sağ olsun, prokuror deyir, sən tələb elə, sənin vəzifən. Deyirəm, yox, mən tələb eləmirəm. Mən xahiş edirəm. Siz rayonun prokurorusunuz, bu işi açın, bu iş açılsın. Mən burada açıq və net şəkildə həmişə barış istəmişik. Ölüm hadisəsi də olsa, nə olsa da bir yaxşı söz var. İndi bilmirəm, açıq olsa deyib, amma yadımda qalıbdır. Ən böyük intiqam bağışlamaqdır. Mən elə bilirəm, mən oxuduğum elədir. Məhəmməd bəy, bax, siz istintaqın gedişatına etiraz edirsiniz. Daha nələrə etiraz edirsiniz? Yəni, mənim etirazım bizim, mən bu günləri buradan sizdən üzr istəyirəm. Mən bu verilən vaxtdan mən istifadə edib, cənab prezidentə müraciət edirəm. Bir ata kimi, bir valideyn kimi müraciət edirəm, bir Azərbaycanlı, bir vətəndaş kimi müraciət edirəm. Bu işə çox ciddi yanaşılsın. Heç nədən mənim oğluma o maddələri qoyub 16 il iş veriblər.
əlinə avtomat alıb adam öldürəni buraxırlar. Əlinə avtomat alıb Azərbaycanlıları qıranı Azərbaycana qaytarırlar. Adam vurmayan, günahı olmayana 16 il iş verirlər. İstintaqı təzdən geri qaytarıb istintaqın araşdırılmasını xahiş edirəm, kömək eləsinlər. Var da, güllə ilə vurub adam öldür, sən sabah get 10 il iş al, 9 il iş al yəni. Amma səni özün yaralan ilə sənin adam vurma, bıçaq vurma. Bilirsiniz nə yazırlar? Orada o ali məhkəmənin plenum qərarında nə bilim belə bir şeylər qoyublar. Belə güya ki, mənim oğlum tutub, yaxud yıxıb, o biri də gəlib bıçaqla vurur. Bu boyda da şər olmaz. Kamera görüntüsü var. O kamera görüntüsü olmasa, nədir? Kamera görüntüsü açıq, aydın şəkildə görükür ki, mənim oğlum durur, vuran da gəlir arxasından keçir oraya. Bu boyda hayasızlıq olmaz. Bax, siz deyirsiniz ki, orada Bazarkom var. Kimdir? Sübut mənim Bazarkomuna. Nəsimi Bağırov. Nəsimi Bağırov. Nəsimi Bağırovun yəni məsələləri örtbasdır etməklə bağlı siz ittiham edirsiniz. Nəsimi Bağırov Onun orada nəyi var, nə qohum var, oğlu mu var, savaşanlar? Nəsimi Bağırov ölənin yeznəsidir. Yəni başçısının əridir. Aha, ölənin başçısının əridir. Əridir. Bunlar da ölən neçə təvəllüddür? Valla 1-2-3 yaş fərqi olur mənim oğlum. Böyük olar. Böyük olar. 80, onda 80 84-85 də belə olar da, yəqin belə olur. Mən dəqiq bilmirəm, amma yəqin ki Yaxşı, indi əgər onun yeznəsidirsə, hüquqi belə deyək də qələbə qazanmaq istəyirsə, bəs niyə belə deyək də sizin dediyiniz kimi deyil, başqa bir formada fəaliyyət göstərir? Yəni sizlə bunun şəxsi qərəzliyimi var, ambisiyası mı var? Şəxsi qərəzliyi onun nə ambisiyası, nə şəxsi qərəzliyi mənlə ola bilməz. Ona görə ki, mənim heç kimlə şəxsi qərəzliyim olmuyor, heç kimlə düşmənçiliyim olmuyor. Amma ilə yüksək səviyyədə münasibətim olur. Şəxsi qərəzlik açıq məsələdir. Mən deyirəmsə, başçısının əridir, öydə hökmranlıq eləyən arvaddır da, yəqin ki, üzr istəyirəm, dönün. Arvadın sözündən nə deyirsən, hamı yedir də bunu. Daldığı söhbət deyil ki bu. Gizli söhbət deyil ki bu. İndi o hamıya şamil deyil. Valla 99% şamildir. Hamıya şamil deyil. Amma yenə də deyirəm, hər halda yəni o yeznəsi olaraq, lap elə onun o rəhmətə gedənin bacısı, xanım, əgər həqiqətən də onun qatili tapıb həbs elətdirmək istəyirsə və siz deyirsiniz... Tapıb. Heç o qatilin adını çəkirlərmi ki? Qatil vuran deyir, mən vurmuşam. Burada da var, bütün istintaq sənədlərində də var, hər şeydə var. Qatil. Mən sizə bir dənə kiçik epizod danışım. Maraqlı bir mövzu. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakimin adı Romandır, cavan oğlandır. Roman. Şahidlərin dindirilməsində həmən Nizami Bağırov hadisə baş verməmişdən qabaq o telefon danışıqları olanda orada olur. Həmən o yeznəsinin yanında olur. 066-da nədir belə bir çay evi var Tovuzda. Orada çay içən yerdə bu zənglər başlayıb, həmən o məhər başladı. Həmən Nizaminin yanında Nəsimi Bağırov orada olur. Yəni bunun şahidi olub bu şeylərin. O məhər zorlama yoldan bu uşaqları, həmən o Əhmədov Vüsalı mütləq qaydada çağırıb ki, sizlə Nizami görüşməlidir. Öz işini Nizaminin əlinə əlləmək istəyir. İstəyib yəni bununla Vüsalın arasında olan məsələni Nizami şey kimi, avtoritet kimi buna, ya elə deyirlər də kriminal yəni, mən bilmirəm, reket deyirlər, avtoritet ki buna Nizaminin əlinlə ona təsir eləsin, onlar bunu işləyir. Hadisə buradan başlayır. Bunu da Nəsimi Bağırov məhkəmədə nətəri istintaqda verib ifadəsini, elə də məhkəmədə danışdı. Həmin onda hakim Roman müəllim çağırdı təzdən məhəri geri, artıq o danışmışdı. İkinci dəfə geri çağırdı, açıq və mənə inanmırlarsa, o tarixi var da, orada hər kameralar var, kamera altında gedir bütün məhkəmə. Çağırsınlar, baxsınlar ona. Orada dedi ki, ay məhər, Allah önünü yıxsın. Bu işin başında duran, bu işi yaradan sən imişsən telefonlardan. Sən birini torpağın altına qoydun, 2 nəfərin də ailəsini öyünü yıxdın, türməyə saldırdın. Dedi, amma axıra çıxmadı.
Onun axırına gedir. Yəni orada yazılır ki, məhkəmədə sübut olunmuyor. Yəni məhkəmə elə gedərsə, heç nə sübut eləməzlər. Bir məhkəmə ki, ağır cinayətlərdə, apellyasiyada 5 dəqiqədən artıq getmirdi. Orada nəyə sübut eləməlidirlər? Hansı məhkəmə nəyə sübut elə bilər? Nə soruşmur, nə şahid dindirmir, nə vəkilə qulaq asmır, nə vəkil ağzını açmağa imkan vermirlər. Onun kimi də ali məhkəmədə. Ali məhkəmədə bizim vəkilin biri axırı səs-küylə dedi ki, imkan ver, bir ürəyimdəki sözümü sada deyim. Ondan sonra nə var? Ondan sonra qalxır ayağa, plan qərar qalsın qüvvədə və salam qutardı bunadır. Bunlar bizim məhkəmələr belə işləyir. Və olmaz. İnsan taliyindən oynayırsan. Cavan oğlandır, 87-ci il təvəllüdü, 3 uşağı var, 3 uşağı. Mən bir baba kimi, mən evimdən getmək istəmirəm, o uşaqların üzrə baxmaq istəmirəm. Çətindir. Vallahi, mən getməzdim, mən biri var, günahı varsa, gitsin cəzasını çəksin, öldürübsə cəzasını çəksin. Mən birinci gün gecə o haqq hesab olanda dedim, əgər mənim oğlum vurubsa, o mənim oğlumdur, mənim evimə gələ bilməz. İstəyir tutsunlar, istəyir kəsinlər. Amma hər şey aydın olandan sonra gördüm ki, mənim oğlumun günahı yox. Belə olmaz da. Mən bir günlərin müraciətimin də canı buradadır ki, bu gündə hamımız oxuyuruq, televizora baxırıq, saytlara baxırıq. Məhkəmə istirahatı gedir, məhkəmədə günah görmürəm valla. Hər şey ilkin İbtidai istintaqdan başlayır. Mən məhkəmələrdə günah görmürəm. Mən bunu sıraha gün, ayın 13-cü günüydü, səhv 13-cü gün. Bizim cənab prokuror Maarif Hüseynovdan oturub söhbət eləmişəm. Bu sözü orada da demişəm. Burada da deyirəm. Deyir ki, məhkəmə tutub demək, deyir. Sənin müstəntiqinin yazdığını onu oxuyur, maddələri olur. Məhkəmə maddə siləndir. Sizin qoyduğunuz maddə ilə bu şey olubdur. Bu şey oldu. Nəyə görə məhkəmələrin üstünə atılsın? Məhkəmə baxır, istintaq necə aparılır, hansı maddələri tətbiq edilir və hökm çıxarır. Bizdə düşmüşük, düzdür, ədalətsiz hakimlər də var, ədalətsiz qərarlar da var. Bilirsiniz, mən həmişə bunu deyirəm, məhkəmədə qərarlar Azərbaycan dövlətinin adına verilir. Təsəvvür edin ki, hakim deyir ki, üzr istəyirəm, hakim deyir ki, mən burada nə ad çəkmək istəmirəm. Hakim deyir ki, mən ədalətli qərar çıxadayım. İlk gündən axıra kimi. Axırıncı gün gəlir, durur ayağa, bir kəlmə ömrü bəyə danışmadan apellyasiya məhkəməsinin qərarı qüvvədə qalsın deyir də çıxır gedir. Bu ədalətli qərardır. Heç bir müzakirə olmur, heç bir soruşma olmur, nə vəkilə söz vermirlər. Heç kim. Bir dənə sözü verirlər kimə? Deməli, kim zərər çəkib ona? Şikayətin var, o da durur deyir, var. Söz qutardı məsələ. Bir bunun maraqlarına bir soruşsun, bunu bizdən də soruşdu. O zərər çəkəndir, mən də zərər çəkmişim də. Mənim oğluma heç nədən 16 iş verirsə, bir qaldır, bunun atası kimdir? Bir soruş ki, zərər çəkənin atası, mənlə yaşıt bir insan, bir gün Turdava əmək haqqı günü yoxdur. Bir gün. Qoy eşitsinlər, hamısı bilsinlər. Amma mən ömrümü, günümü, hər şeyimi xalqıma, dövlətimə, millətimə həsr eləmişim. İndi bir 2-5 uşağın davasına görə yanmalıdır hamı. Zərər çəkmiş qismində tanınan şəxslər, yəni rəhmətə gedən, öldürülən şəxsi kimlər çıxır onların əvəzində məhkəmələrə, qohumlar, qardaşı, atası, anası? Atası. Atası. Qaynı, nədir, yeznəsi? Yeznəsi. Yəni atası ilə üz söhbət etmişsiniz? Atası ilə uşaq cavan vaxtından bir böyümüş. O futbolla zadla məşğul olubdur. Bir-birimizi uşaq vaxtından tanıyır. Yəni elə bir yaxşı münasibətimiz olub. Açıq deyim, yaxşı. Hətta məhkəmədə məhkəmə ağır cinayətlərdə gedəndə çöndü belə oğluma dedi ki, sənin atana hörmətin var, biz çörək gəzmişik, nə varmışıq. Nəticəsi də bu. Yaxşı, çörək gəzmişsən, hörmətin var. Gəncə apellyasiyadan çıxdım, Priamur yanına getdim. Ona kimi heç yaxın buraxmırdı kimi. Getdim dedim, adamda bir şey olardı, bir düşmən deyil ki bir-birimizə. Bir bağışığı niyə istəyirəm? Mən sizə səmimi bir şey deyim. Olub da hadisədir. Adam da ölər, adam da təhər tutular. Amma biz babayıq, o da babadır, mən də babayım. Bizim nəvələr qalxır yerdən. Sabah nə mən dünyayı tutub duran deyiləm, nə o dünyayı tutub duran deyil.
Amma o nəvələr bir-birinə düşmən kəsiləndə bütün hamı bizim dalımızdan danışacaq. Mən ondan ötərini ölürəm ki, biz barışaq. Bizim aramızda olan düşmənçilik bizim nəvələrimizə, balalarımıza istirahət eləməz. Biz sabahları öləndə də sakit kişi kimi ölək ki, nəsə qoyduq getdik. Bunu istəyirəm, ayrı bir şey istəmirəm. Sizin dediyinizdən belə çıxır ki, öldürən azadlıqdadır, öldürməyən... Yox, öldürən də oradadır, tutulur. 17 yaş alıb. 2 nəfəri Əhmədov Vüsal bir bıçaq vurub, ölüb. O da boynunu alıb ki, mən vurmuşum. Burada açıq, kamera görüntüsündə də görür ki, o vurub, mənim oğlum ona nə bıçaq vurmuyor, və əksinə mənim oğlum bıçaqlanır. Amma... Sizin oğlunuzu kim bıçaqlayıb? Ölən. Nizami verir. Görüntülər də var. Var, hamısı görüntülər var. Görüntü var, siz bu dəqiq telefondan verim, göndərim oraya. Telefonda məndə burada görüntü var. Gec olar, sonraki... Növbəti verilişdə Məmməd mənim, onu verərsiniz bizə zəhmət olmasın. Mənim gözüm. Çünki bu bizim nəzarətimizdə olacaq, diqqətdə saxlayacaq. Aidiyyatı qurumların da məsələyə münasibətini öyrənəcək qarşı tərəfə. Və buradan nə müraciət edirəm? Burada adları çəkilən hər bir şəxsin qarşı tərəf olaraq haqqında səsləndirilən ittihamlara cavab vermə hüququ var. Telefon nömrəsi var. Buyursunlar, mən də iştirak edə bilərəm. 739 48 48 zəng vura bilərsiniz efirə, məktubla müraciət edə bilərsiniz, gəlib canlı yayımda iştirak edə bilərsiniz və hətta Məmməd müəllimə biz həmən an zəng vura bilərik. Həmişə hazıram. Efirə gəlsin və yaxud da ki, rayondan gəlməyə ehtiyac yoxdur, konferans edərik, qoşularsınız. Yəni, kimin adı çəkilir, haqqında ittiham səsləndirir, onun istər öldürülən şəxsin yaxın qohumları, yeznəsinin adı çəkildi, atasının, prokurorun adı çəkildi, istintaqın adı çəkildi, məhkəmənin, hakimin adı çəkildi. Hər bir şəxsin cavab haqqı var və əziz dostlar, bizim bütün tamaşaçılar, daimi izləyicilərimiz bilir ki, bizim ümumiyyətlə qərəzimiz yoxdur. Sadəcə baş vermiş hadisənin təfərrüatları ilə bağlı valideyn etiraz edir ki, həmin övladına verilən cəza ilə barışmır, razılaşmır və halbuki deyir ki, həmin şəxsi öldürən adam özü etiraf edir, Vüsal adlı şəxs deyir ki, mən öldürmüşəm, filan şəxs öldürməyib, yəni bunu da deyir. Hər halda əziz dostlar, mənim borcum qarşı tərəfi də dinləməkdir. İstintaq materiallarını sizə təqdim edə bilərəm. Hamısı var gələn verilişdə. Sizə bütün istintaq materiallarını verim. İstintaqda şahidlərin ifadəsi, öldürənin ifadəsi, hamısı var orada. Açıqla net şəkildə qayda mənim sözümdə olar. Ən yaxşısı o video görüntüləri. Video görüntü də var, istintaq materialları da var, məhkəmələrin qərarları da var, hamısı məndə var. Nə lazımdır təqdim edə bilərəm. İnşallah növbəti dəfə. Suallarınız nə var? Mənə elə gəlir biz müəyyən qədər dedik, sualları əhatə elədik. Ancaq məsələ nədir? Növbəti verilişimiz üçün biz demək bu cinayət qaldırılmış, daha doğrusu yarımçıq qalmış bu yanğınla bağlı, cinayət işi ilə bağlı bir araşdırma təqdim edəcəyik. Eyni zamanda da sizin bu demək, Ali Məhkəmə yanğında mülkün yandırılmasının, kafenin yandırılmasıyla bağlı. Eyni zamanda, əlbəttə ki, hadisədən sonra. Digər bir məsələ isə bu bizim vəkilin, bilirsiniz ki, o vəkil, orada vəkilin bir, deməli, Anar Tağıyevin vəkilinin, vəkil Yolçu Abbasovun çıxışında, rəsmi məktubunda, məhkəmə kollegiyasına ünvanlayıb zamanında. Hər yerə. Biz ali məhkəmə. Yəni orada onun o məqam, yəni bir vəkilin bu cür bir ciddi toxunuşu, bu ondan xəbər verir ki, doğrudan da demək elan olunmuş ittihamda və yaxud da istintaq materiallarında demək müəyyən o ittihamlar öz təsdiqini tapmayıb. Bu da onu göstərir ki, deməli vətəndaş hal-hazırda içəridə hüquqları pozulmuş deyək yanılmalı. Belə bu vətəndaşa qarşı haqsızlıq olub. Ata da indi Məmməd müəllim də onun barəsində çıxış elədi, müəyyən məqamlara toxundu. Mənə elə gəlir ki, biz növbəti verilişlərimizdə bu məsələni diqqətdə saxlayıb
həm aidiyyatı orqanların məsələyə münasibətini öyrənməyə çalışacağıq və bununla da demək, ədalətin bərpa olunması üçün bizim öz haqq yolumuzda davam eləyəcək. Yəni orada bir paralellik varmı kafenin yandırılmasına? Bu məsələdə bir dənə qəsdən qisas almaq məqsədi ilə müəllim onu dedi, çıxışında onu ifadə elədi. Bakıdan birini gətiriblər kafenin yandırılmağa. Bundan yox, o tamamilə başqa bir şey. Aparıblar, güya ki o yandırıb. Əsli tozdan olan adam, bunlar gedirlər, onu gətirirlər, bunu gətirirlər. Əsl, deyək ki, şübhəli adam, təqsirkar adam gətirilmir və yaxud da istintaqa cəlb olunur, amma nəticə yoxdur. Müəllim dəfələrlə, hətta Kamran Əliyevin qəbulunda olsa belə, hər dəfə qəbula düşəndən sonra... Yox, Kamran Əliyevin qəbulunda olandan sonra bu adam... Bu məsələ meydana çıxır. Yəni bunu bağlamaq üçün... Bağlamaq üçün başqa bir adam... Bir uşağı tutub gətiriblər, mən sizə bunu qısa izah edeyim. Uşağı tutub gətiriblər, artıq Kamran Əliyev bu işə qarşı göstəriş verəndən sonra bunlar bu işi yoluna qoymalıdırlar, özlərinə söz edilməzlər. Birini tutub ortalığa salıblar ki, oraya da məlumat verirlər ki, tutduq. 3 aydır buraxıblar uşağı ibtidai istintaq altında. Adını da qoyurlar ki, araşdırırıq. Yəni, elə məlum tutduq, amma buraxıblar, araşdırırıq. Sabah da o birləri, o arxasında duranlar uşağa da maddi ziyan ödəyəcəyik, sana kömək edəcəyik, sən heç kimin adını çəkmə, erişənlə məşğul ol. Görünməyən şeydir. Balaca uşağın başına alladarlar. Amma siz yəqin ki, o araşdırma ilə bağlı etirazınızı... Cənab prokurora mən sırahat edirəm. Ayın 13-də rayon prokuroruna görüşdüm, üzbəsürət sözümü dedim. Ki, mən bu işdən... Dedim, yaxşı, mən gedib onun ya başqasının bir ev qapısında toyuq damını yandırsam, mənə nə eləyərsin? Tutarsınız, deyir, hə. Deyirəm, 3 aydır bu adam çöldədir. Nə tərəm, o özü boynunu alırsa ki, mən yandırmışam. Sən nə istintiq aparsan, tut dama sal da. Dama sal, sonra orada örgən nə lazımdır. Əlbəttə ki, burada Məmməd müəllim eyni zamanda deməli, Azərbaycan Respublikası Prezidentinin Administrasiya Hüquq Şöbəsi üzrə, işi üzrə, mühafizə orqanları işi üzrə şöbənin müdürü Fuad Ələsgərovla birinci onunla görüşmüşəm. Görüşü olub, məktub yazıb orada. Yəni, bu hüquq pozuntuları hesab elədiyi... Müəllim, mən üzr istəyirəm, Fuad Ələsgərovdan da görüşmüşəm, Vilayət Eyvazovdan da görüşmüşəm, Kamran Əliyevlə də görüşmüşəm. Ambusmanımız, Səbinə xanım, baxırıncı dəfə görüşüm, Səbinə xanım Əliyevlə olubdur. Yəni, hüquq mühafizə işi üzrə, insan hüquqlarının mühafizəsi üzrə bütün adamlardan görüşmüşəm. Və bugün sizdən istifadə edib, Cənab Prezidentə, bax, bu müraciətimi, mənə xahiş edirəm, Cənab Prezidentmi, mən bilirəm, vaxtı yoxdur, Cənab Prezidentin işi başından aşır. Heç olmasa, kimsə orada məni qəbul eləsin, bu dediklərim orada da deyim, ürəyimdən keçəni deyim, bax, məni assalar da, kəssələr də, gülləsələr də, insan kimi mən nəfəs ala bilim. Mən ailəmin, uşağımın, o nəvələrimin üstə gedə bilmirəm. Vallahi gedə bilmirəm. Mən fikirləşirəm ki, sabah bizdən sonra onlar xançal pusaq bir-birini qıracaqlar. Belə şey olmaz. Düşmənçilik, qan düşmənçiliği gedəcəkdir. İndi bunu da yoluna qoymaq lazım. Yoluna qoymaq lazım. Biz əvvəli gündən bu günə kimi ancaq barışıq dalından getmişəm, Allah'a and olsun. O həbs olunan digər şəxs deyirsə? Hə, Vüsal Əhmədov. Aha, Vüsal. O Tovuzdandır? O da Tovuzdandır. O Tovuzdandır, Bakıda qalırdı. Toya gedib, bax o toy da belə vaya dönmüşdü. Buradan toya gedib, Tovuzda qohumlarının toyuna, orada da bu haqq hesabı. Həmən o məhər eşidib ki, o toya gəlib, telefonda bir gün orada var da, hamısını xırdalayıblar. Orada telefonda bax o məhər calaşdırıb bunları, sonra özü qıraqda qalır. Məhər? Məhər. Həmən o ölən Nizami Vəliyevin yaxını olubdur. Nizami Vəliyevdən istifadə edib Vüsal Əhmədova, yəni ki, bununla dalaşsın. Güya məsələləri belə çıxıb ki, güya yoluna qoyacaq, bir körpü yaratmaq istəyir, amma əslində bunu yaratdığı körpü... Əslində gəlib axırı belə çıxır. Axırı gəlib belə bir faciə ilə nəticə. Mənim oğlum da o söyüşdən ki, məcbur eləyib ki, söyüş, heç uşaqları aparmaq istəmirmiş, Allah'ın olsun. Ki, o uşaqlar maşına minsin, onunla gelsin. Geyib davaza düşür, mən özüm geyib öz şiməlliklər. O telefona ümumiyyətlə cavab verməyib. Ən axırıncı telefonda həmən o Kanan deyilən deyib ki, bu məni bezdirdi Nizami. Onda anar götürüb ki, qoy mən deyim də, məni eşidər hər halda. Götürəndə söyüb ki, pis söyüşlərdən ki,
sən elədin. Gəl buraya, mən sən. Orada gedəndə deyib, sən elədin, qoymadın, üsaldan öz işimi görəm, qutaram. Davamı salam, qutaram. Bax, söhbətin hamısı bu xırda bir şeyin üstündə, heç nə. Onu da çöldülər, fırladılar. Açıq deyəcəm, burada dalda heç nə yoxdur. Anaların atası vəzifədə işləyir. Fırladılar da bizim məlum məsələlərdir. Bunu deməyə ehtiyac var mı ki, Azərbaycan bilir, değil mi? Nə vəzifəsində işləyir anaların atası? Anaların atası, mən idim, anaların atası. Mən regional meşə təsərrüfat mərkəzində direktor işləyirdim. O məsələ bunun üzərində... Keşke işləməyəydim. Allahın altında bir fəhli olaydım. Mənim başıma bu şeylər gəlməyəydi. Açıq deyirəm, keşke işləməyəydim. Hayır mənim gedib oxumağıma, zulüm çəkməyimə, işləməyimə ki, mən axırda vəzifəmə görə mənim başıma boyuna gəliyim. Nəsimlisi də həmən şeyə görə, onun qaynatası da, Muhammed, elə bir vəzifədə olanlar elə bir dünya dağıdırlar. Dövlətimə qulluq eləyirəm də, millətimə qulluq eləyirəm də, canavarlıq eləməmişəm, vəhşilik eləməmişəm. Allah uzun ömür, can sağlığı versin. Cənab Prezidentin medalına, tərəqqi medalının təqaüdə çıxmışam. Pis olsam, işləyən, rüşvətxor olsan, ciqan olsan, verərdilər onu mənə. Çox maraqlıdır. Ondan əlavə sual yoxsa... Yox, inşallah növbəti... Bu dərin araşdırma, bu bir saatlıq məsələ deyil. İndi baxaq yenə deyirəm, mən qarşı tərəfə də buradan elan verdim ki, o iddialar səsləndirildi. İndi hər halda burada bir cavan ölümüdür. Yəni biz durub onun ölümünə Allah uzaq eləsin haqqında. Yox, ölüm, hamının övladı öz üçün şirindir. Mən onu heç kim deyənməz. Allah rəhmət eləsin. Olmamalıydı. Oldu. Olmamalıydı. Bundan sonra da qan düşmənçilik olmasın. Olmasın, ay sağ ol. Bunu buna görə deyirik. Bizim davamız, şavamız hamısı bundan ötərir. Olan olub, keçən keçib, nə etməli? O hadisədə mənim oğlum da ölə bilərdi. Açıq, nə? Əgər o xəstəxana... Yəni, mənim oğlum olsa, mən də əlimə bir bıçaq düşüb... Amma oğlunuz dəvət edib ki, gedək, görüşək, söhbət edək. Oğlunuz gedib... O dəvət, o çağırıb. O çağırıb. Ki, gəl, söhbət edək. Söyüşdən, özdə belə çağırmayıb. Belə üzr istəyirəm, mən burada deyiləsi şeydir. Elə söyüşlər eləyib ki, o məcbur qaydada kim olsa kişi deyən, o söyüşdən sonra getməlidir ki, yəni görüm nə istəyir, bu nə deyir. Və budur vəziyyət. Aydındır və Subut müəllim, onun əsas materialları toplayılmasın, istintaqı bir böl, istintaqı gedişatı, məhkəmə qərarı və yenidən Məmməd müəllim əsas hansı məqamlarla razı deyil və həmən məqamlarla bağlı baş prokurora müraciəti ola bilər, cənab Ali Baş Komandana, cənab Prezidentə xüsusi bir müraciəti ola bilər, onunla bağlı araşdırmaq lazımdır. Bir də ki, siz deyirsiniz, İkinci bir məsələ çıxır ki, o kafenin yandırılması, bu da qisasçılıq zəminində. Həmən adamlar edir. Orada biraz şübhəli məqamlar var burada. Hər halda düzdür, hüquq mühafizə orqanlarının işidir bu cinayəti araşdırmaq, cinayət işini araşdırmaq, yekun qərar vermək. Amma bizim də borcumuz bunu ictimaiyyətə təqdim etməkdir. Yəni biz özümüzdən Amerika kəşf etmirik, aparılan istintaqın gedişatına bir nəzər salacağıq. Valla bizim əsas ədalətli bir qərar çıxsın, ədalətli bu işə baxılsın. Vicdan, hər bir kəs onunla məşğul olub, həmən o istintaqa aparan da, başqası da hər şeydən qabaq insanın özündə vicdan olmalıdır. Elə nəyəsə xətrəsi üçün məni öldürmək istəyirdilər, məni öldürərlər, amma mənim balama dəyməzdilər. Sizlə hətta elə öldürmək istəyiblərsə dediniz? Vallahi onlar mən çəkinirəm bəzi şeylər deməyə, hələ hədəliyirdilər ki, orada da öldürtdürəcəyik onu. Yox. Yer gəlsə deyərəm, kim deyib? Yox, məsuliyyətsizlikdir, deyə də bilərsiniz. Yox, deyəmirəm, nə şey deyərəm, öldürtmək istəyirlər, öldürsünlər. Yox, yəni... Onların da canı qutarsın bizim də. Bu zulümü, əzabı çəkməkdənsə, nə bilim, nəyə çəkməkdənsə elə yaxşıdır. O materiallarda hazırlayın, növbəti verişdə xüsusi bir saat, 2 saat vaxt ayırarıq, yenə deyək. Subut müəllim, çalışın qarşı tərəfi də dinləyin ki... Mütləq mənada, çünki... Əlavə sözümüz yoxdur ki. Artıq 50 dəqiqə, 1 saat defirdəyik. Belə, əziz dostlar, dəyərli tamaşaçılar, bir daha təqdim edirəm. Məmməd müəllim Tağıyev Tovuz rayonundan gəlmişdi.
oğlunun həbsi ilə bağlı aparılan istintaqa və məhkəmə hökmlərinə etirazını bildirmək üçün Subut müəllim İnsan Hüquqları Mərkəzi onlara daxil olan şikayət əsasında hadisəni sizə çatdırdı. Mən Aqil Alışov sizdən sağollaşıram. Növbəti verilişdə görüşmək ümidi ilə. Sağ olun, sağ olun.